Salam dostlar, bugün Brawl Stars oynayacağıq. Brawl Stars'a Leon kasacaq. Leon'u 400 kupa eləyəcək. Və sonra başqa karakterə də vaxt qaza, başqa karakterə də kasa bilərik. Bəlkə səhv videomuza. Zəhmət olmasa video başlamamış, like atın və abunə olun. Burada ücretiyle başlayan kimi tez gələm ortadaşı işlər götürürəm. Chester'da Chester'ı kəsə bilər. Yine biz burada biraz pusaq. Burada pusmaq yaxşıdır, çünki nə? Burada bir dənə adam olsa vura bilər bizi, orada da adam yoxdur. Aşağıdakılarda da heç biri bizə vura bilməz. Amma məsələn burada dursaq, vura bilər. Chester'dan qaçırıq, çünki Chester'ın həm yüksü çoxdur, həm də ultisi var. Chester'ın nə ultisi bilmirəm ki, nə ultisidir. Ya da hansı ultisidir. Öldük. Və 9 kupa aldıq. Buradaki işler aldı. Karakteri çok zayıf. Onu bir yapar. Koro Mr. Bean'i öldürür. Kar ile çıxan kimi bizi kəsdi. Və heç olmasa da kazanma serimiz getdi. Yəni də heç olmaz. Kazanma serisi də kasa bilərik Leon'u. Başqa karakterlərdən. Neçə dənəsə Leon atmışdı. Çox atmışdı. Dəqiq baxmadım. Chester var. Chester'ın büyük olanda belə güclü karakter olur. Çünki 2, 3, 4, 5 türlü belə ata bilir. Burada dursan başlayalım vurabilirim. Bunun ölçüsünü falan zaten koysanız her karakterləri kəsir məni elə bir. Evet, bu onun üzerindən olacaq. Adamı görəndən sonra aralıda durub savaşan deyil. Gedib dibinə girir, ondan sonra öldürə bilirlər. Bir dənə Leon'u, bu da yanımıza atır, heç olmaz. 2-3'ümüzü alaq ki. Bibi də gəlir. Bibinin hasarı da çoxdur. Aksesuarı bilmədim dəqiq var yoxsa yoxdur. Aksesuarı da can basmalıqsa öldürmə görməsin. Karakter çox zəif karakter. Nə kəsəkdir. Vur. Altı yüz. Nədir? Quş idi ya da qas idi. Yəni nə olursa amma yenə də kəsəcəm onu. Mən də kəsəcəm, aşağıdakı yolu kəsəcəm.
Başka önceki kırıyorsun aklından üstüne. Öldürün. Öldürün. Öldürməsəydim də onsa ultini atıp mən öldürəcəkdi. Beğenici oynadım. İndi ikinci ilgi aldım. Şöyle inşallah birincisini de alacaq. Oldu. Onu da kestik. Ayrıca çok kupa kalmayıb. 30 kupa falan zat qalar. Onu da şu beğenici oynasaq. Tez yapabiliriz. Leon'la tez savaşmalıyıq. Çünkü hem efsanevi karakterdir hem de suikastçıdır. Bu karakter Byron'umuzu kesebilir. Tam vermezler şu an. Byron gülləsin yemesek de olur. Piper'dan yazdım. Bu Piper bir savaşta. Bakın Falker vardı. Piper'da bir bağlanınca. Vance karakteri. Ludo bu karakterin adı. Ha bu karakter. Karakterin hasarı çoktu bence. Abi 10 üstüne atlamıştım. Atlamadı ama geldi ben üstüne atladı. Bu videoda da deyəsən 4 kupaya çatamayacaq. Eğer birinci savaşsalar. Yani videonu burada dayandırıram. Sağ olun dostlar. Dediğim gibi videoya like atın ve abone olun.